Bəli, bu dərsimizdən artıq başlayırıq. Ofis proqramlarından ilk proqramımız olan Word-ə. Əvvəlcə dərsə keçməmişdən əvvəl sizlərə bunu bildirirəm. Mənim sizə dərsdə izah etdiklərim eyni şəkildə əyani dərsimizdə və burada da. İzah etdiyim bütün qaydalar rəsmi işgüzar üslubdadır. Yəni bizim söhbətimiz gedir iş yerlərindən, agentliklərdən, dövlət qurumlarından, təhsil müəssisələrindən, yəni bu kimi vacib qurumlardan söhbət gedir. Mənim isə qoyduğum bütün qayda qanunlar bu hallarda keçərli olur. Sizin yaratdığınız istənilən proqramda istənilən sənəd sizin özünüz üçündür. Yəni hər hansı bir sənədi yaradırsınızsa, bu sizdən başqa kimsənin əlinə keçməyəcəksə və yaxud da siz idarə edici olaraq başqalarına bu sənədi atacaqsınızsa, bir müəllim olaraq, bir belə deyim, layihə rəhbəri olaraq və yaxud da hər hansı üsulla olur olsun. Yəni qoyulan qaydalar iş yerləri üçündür. Bizim proqramlarımızın daxilindəki məlumatlar çoxdur. Əsasən də dizayn və bəzək sahələrinə aid olan hissələri. Bu hissələrdən biz əsasən bizə ərizələrdə, sənədlərdə, yəni rəsmiyyətimizdə nəyə ehtiyac tələb varsa, onları daha çox istifadə edib, onları daha çox öyrəndik. Mən harda ki deyirəm, bunun daxilində məlumat çoxdur, yəni sizin üçündür, araşdırıb baxa bilərsiniz. Bu deməkdir ki, yəni həmin sahə rənglidir. Yəni ərizələrdə, sənədlərdə bəli istifadə etmirik, lakin proqramda, tətbiqdə bu mövcuddur və istifadə edə bilərsiniz. Amma qaydamız yenə keçərlidir ki, əgər hər hansısa bir ərizə, akt, hesabat kimi rəsmi bir layihələrdən, işlərdən söhbət gedirsə, bunları istifadə edə bilməyiniz qadağandır. Əgər mən dərs əsasında deyirəmsə, ərizələr yazılmalıdır. Məsələn, 14 şriftlə siz onu götürüb 72 ilə 36 ilə yaza bilməzsiniz. Çünki mənim sizə öyrətdiyim rəsmiyyətdir və mən sizdən tələb etdikdə də eyni qaydalarda tələb edəcəm. Qaydalarımızı izah elədiyimizə görə keçə bilərik proqramımıza. Word proqramına daxil oluruq. Bizim Word proqramımız açılır. Proqram açıldıqda bizi iki sahə qarşılayır. Əvvəlcə qabağımıza çıxır. Belə deyək, ilkin sahə, yəni vərəq sahələri, vərəq növləri, new adı altında birləşdirilir. Buradan more template-ə basırıq, yəni digər şablonları aktiv edirik. Biz 90% ehtimalla istifadə edəcəyik, 90 deyil, 99% ehtimalla istifadə edirik. Ağ sənədi, bir A4, yəni boş A4 sənədi götürürük. Başlayırıq üzərində layihələrimizi, işlərimizi, tapşırıqlarımızı həyata keçirməyə. Aşağıda gördüyünüz şablonlar isə proqram tərəfindən sizə təklif olunan üslublardır. CV görə bilərsiniz. Hər hansısa bir, belə deyim, aktivite bukletidir, başqa bir CV modelidir. Hər hansısa bir məlumatlandırma bukletidir, təqvimdir. Məsələn, burada da bir restoran menüsü var. Baxın, bu şablonlar əlavə olunubdur Word proqramına. Bunları istifadə edə bilərsiniz, lakin mən bunu tövsiyə etmirəm və istifadə etməyinizi istəməyəcəm. Nə üçün? Word-də belə şablonları hazırlamaq çox çətin və ağır başa gəlir. Zaman baxımından çox çətindir. Bunu kimi rəngli, belə deyim, dizaynlı sənədləri hazırlamaq üçün bizim onsuz da bir proqramımız var. Microsoft Publisher proqramı bu işi mükəmməl şəkildə həyata keçirir. Yəni sizin Word-da bu işləri istifadə etməyinizə ehtiyac yoxdur. Onu istifadə etməlisiniz Publisher-də. Nə üçün olduğunu gəlin qısaca izah edək. Məsələn, buradan restoran menüsünü açıram. Restoran menüsü şablonumuz açılır. Biraz ekranımızı kiçildək. Baxın, burada qoyulub ədviyyat şəkili. Yanında isə var hazır şablon. Fərz eləyək ki, mənim açdığım restoran bir belə deyək, ədviyyatlı, buna bilmirəm nə cür yeyintilər deyirlər. Ana yeməkləri səhifəsi deyil, sushilərdir. Belə fərz edə bilərik. Bu halda siz nə edə bilərsiniz? Baxın, bu şəkili dəyişdirmək olmur. Word-də belə bir şey mümkün deyil. Bu şəkili buradan çıxara bilmirsiniz. Burada bir dekor sahəsi qoyulub. Baxın, bu qırıq-qırıq, dairəli.
Üzərində yazı ilə bir ikon qoyulub, yenə ikondur restoranın və yazılardır. Şəkillərə müdaxilə edə bilmirsiniz, fiqurların ölçüsünü dəyişdirə bilmirsiniz. Sadəcə və sadəcə içindəki yazıları dəyişdirə bilirsiniz. Əgər ki desəz biz şəkillərdə dəyişdirmək istəyirik, bu halda ya bu şəkillərin üzərinə şəkil qoymalısınız. Əgər o da mümkün olarsa, təbii ki mümkündür. Necə? Insertdən text box götürürsünüz, üzərinə gətirirsiniz, sahə icazəsi alırsınız. Bu kimi biraz uzun proseslərlə. Və yaxud da ağ səhifədə yenidən siz özünüz hazırlamağa başlayırsınız. İndi dərslər izah etdikdə görəcəksiniz ki, Word-də bu kimi işləri görmək çox çətin başa gəlir. Çünki Word şəkil üzərinə şəkil icazəsini vermir. Şəkil üzərinə text box verir. Text box daxilinə şəkil əlavə etmək. Bu şəkildə elə bir ki, Publisher-də 10 saniyə gedən işiniz burada gəlib sizi 1 dəqiqə, 2 dəqiqəyə ölçüsündən uyğunlaşdırmağa əsasən şəkil, rəng seçmək deyərkən 4-5 dəqiqənizə aparır. Bir sadəcə şəkili ora əlavə etmək. Bu da sizin üçün, belə deyim, biraz asan görünə bilər, amma elə deyil. Fərz edək ki, mən sizlərdən 3 nəfəri işə götürmüşəm. Sizdən bu bukleti hazırlamağınızı istəyirəm. Bir nəfər bunu yerinə yetirir 1 həftədə, bir nəfər yerinə yetirir 3 gündə, biri yerinə yetirir 15 dəqiqədə. Məncə kimin işdə qalacağını heç belə düşünməyinizə bir ehtiyat yoxdur. Yəni bəli, sizdən ötəri deyə bilərsiniz, müəllim, şişirtməyin, bu qədər vaxt fərqi olmur, amma olur. Çünki bir menyu bir səhifədən ibarət deyil. Və fərz eləsək ki, menyunun bir səhifəsini yaratmaq sizin 1 saatınızı alır. 10 səhifəli bir menyunu meydana gətirmək gəlib rahat 12-13 saatınızı alır. Bu da sizi sadəcə geri salır. Başqası Publisher-də 10 səhifəlik menyunu 25-30 dəqiqə yığarkən sizinki gəlib 10-12 saata çıxa bilər. Təbii ki, Publisher-də də o qədər sürətli yığılmır. Əslində sürətli yığılır. Sadəcə orada vaxt aparan dizayn və seçim, rənglər, seçimlər, şəkillərin seçilməsidir. Bu tip işarələrdir. Bir də belə fərz eləyək. Fərz eləyək ki, siz məzun olmusunuz. Gəlirsiniz. Yəni, mən sizi kursa çağıram sertifikatınızı təqdim eləməyə. Dizaynerim mənə zəng edib deyir ki, hazır deyil. Deyirəm, necə yəni hazır deyil? Uşaqlar buradadır. Yəni siz gəlibsiz, sertifikat götürüb getməlisiniz, amma dizaynerim mənə deyir ki, mən hələ Word-da bunu hazırlayıb qutara bilməmişəm. O anda nə baş verər? Təbii ki də mən həmin anda onunla olan iş müqaviləmi pozmuş olaram. Çünki mən başqasına bir söz vermişəm. Sizin sertifikatınız sizə bu gün də təhvil veriləcək. Dizayner öz proqramları yerinə Word-da bunu hazırlamağa çalışsa, o vaxt itirsə məni də aldatmış olur. Yəni siz də belə bir problemləri yaşamamağın üçün hansı ofis proqramının hansı işi mükəmməl gördüyünü azdan çoxdan bilməlisiniz. Keçdiklərimizi mükəmməl bilməlisiniz. Burada keçib öyrənmədiklərinizi isə, öyrənmək seçmədiyiniz proqramları isə nə iş gördüyünü, nə üçün olduğunu bilməlisiniz. Menyuları, yəni buradakı hazır şablonları niyə istifadə etmədiyimizi məncə artıq bildik. Yeni bir boş səhifə götürürük. Başlayırıq Word dərslərimizin davamına ki, burada deməyi unutduq. Bu sahəyə girib şablonları götürə bilirsiniz. Biz istifadə edəcəyik ağ sənədləri. Aşağıda isə sizə bir sahə gəlir. Bu sahədə həmin daxil olduğunuz tətbiqdə əvvəlcə hansı proqramları istifadə edibsiz, həmən məlumatlar var. Yəni istifadə edibsiz bu sənədi, bu sənədin adı düşür, yanında zamanı düşür. Başqa sənədlər nə vaxt açılıb, hansı zamanda istifadə olunub, hansı yaddaşda yerləşir, bu kimi məlumatlar yerləşir. Ağ sənədimizi götürdük. Word proqramına daxil olduq. Əvvəlcə, yəni bu dərs tanış oluruq. Tablara keçməmişdən əvvəl interfeysdə. Sağ aşağı gəlirik. Word-ün sağ aşağısına. Burada sizi, baxın, zoom paneli qarşılayır. Məncə rahatlıqla görə bilirsiniz. Ekranı azaldıb artıra bilirsiniz. Standart olaraq sizin üçün hesablanıb 100%də yazı sahəsi rahat olsun deyə. Bu bir A4 sənədidir. Word-də götürdüyün sənəd hər zaman A4 ölçüsü ilə uyğunlaşır. Daha sonra onun yanında 3 dənə görünüş var. Birinci görünüş kitab görünüşüdür. Siz bunu basdıqda 2 ədəd belə deyək, Word sənədi yanaşı yerləşir. Yəni birinci, ikinci səhifə yanaşı yerləşir. Sağa sola basaraq onu kitab kimi oxuya bilirik. Standart olaraq layout formatında.
Yəni A4 formatında olur. Bu ikinci üsuldur. Üçüncü üsul isə veb-sayt üsuludur. Üçüncü üsul veb-sayt üsuluna gəldikdə isə burada fərqli bir iş prosesi baş verir. Word proqramında bu üsulu heç zaman istifadə etməyəsiniz və etmisiniz. Nə üçün? Veb-sayt seçimi seçdikdə sizə sonsuz uzunluq və hündürlük gəlir. Yəni vərəqdə yazdığınız məlumat yanaşı yazılar yazaq. Real gözündən görə bilməyiniz üçün. Baxın. Məlumatları kopyaladığımız üçün biraz qarışdı. Aha. Deyən tezdən yazalım. Kopyalama anında enter knopkası bastığım üçün mobildə buferinə enter də düşdü. O səbəbdən məlumat yanaşı deyil, alt-alta düşürdü. Aha. Məncə görə bilirsiniz. Hal-hazırda F hərfini klaviaturadan basaraq saxlayıram. Baxın. Sizin ölçü lentanız var. O artıq gözdən itir. Knopkanı buraxdı. Aşağı düşən panelə gələ bilirsiniz. Sağa və sola gedə bilirik. Eyni şəkildə də hündürlük eyni şəkildə artır. Yəni veb-sayt sizə sonsuz sayda uzunluq və hündürlük verir. Məlumat nə qədər yazsaz hündürlüyünüz o qədər artır, uzunluğunuz o qədər artır. Bu da bir Word-də istifadə olunacaq, sənətdə istifadə olunacaq bir format deyil. Onların iş yeri browserlərdir. Bunlara da sizin ehtiyacınız yoxdur. İndi gəlirik sağ tərəf yuxarı. Sağ tərəf yuxarı gəldikdə sizi birinci close, yəni tətbiqin bağlanması proqramı gözləyir. Butonu. Siz bunu basdıqda sizə bir dənə sual verir. Deyir, sənət hal-hazırda yaddaşa salınmayıb, yaddaşa salmaq istəyirikmi? Harada yaddaşa salmaq istəyirik? Və hansı ad ilə yaddaşa salmaq istəyirik kimi sual verir. Bu sizin sağlamlığınız üçündür. İkinci gələn knopka ekranı kiçildir. Bu knopkanı basdıqda ekran kiçilir. Bunu etməyinin səbəbi arxadakı tətbiqlərimizi bağlayaq. Bunu etməyinin səbəbi sizin üçündür. Yəni ola bilər ki, iki sənədi yanaşı qoyub hansısa işi görmək istəyirsiniz. Hansısa şəkildən bura yazmaq istəyirsiniz. Bu üsulla istifadə edə bilərsiniz və bunun bir üsulu daha var. Bu daha professional üsuldur. Bir də sizə onu göstərim. Tətbiq olduğu kimi kiçildirsiniz. Baxın, proqramın başından tutub mouse'la yuxarı gətirdikdə ekrana gələn məncə çıxıntını görürsünüz. Baxın, bunu basırsınız, tətbiq tamamlanır. Sağa gətirirsiniz, sağ sahəyə bölünür. Deyir, istəsəz başqa bir tətbiqi də aça bilərsiniz. Eyni şəkildə həmin Word-ü sola sala bilirsiniz. Əgər lazımdırsa, bunları 4 yerə də bölə bilirsiniz. Yəni, bu kimi funksiyaları həm bu knopkanı istifadə edərək aktivləşdirə bilirsiniz. İstənilən proqramı kiçildib böyüdə bilirsiniz. Həm də funksionallıqda əməliyyat sisteminin sizə verdiyi sahə ilə. Daha sonra, belə deyək, bu üçüncü işarəni basdıqda həmin sahə sadəcə ekrandan silinir, amma olduğu kimi arxa fonda işlək olaraq qalır. Sadəcə desktopdan kənara çəkilir ki, sizə görmə sahəsi yaransın. Eyni şəkildə gəlirik sol tərəf başa. Biz sol tərəf başa gəldikdə bizi birinci yadda saxlamaq, yəni save knopkası qarşılayır. Bu hər zaman vacibdir. Növbəti dərsdə yadda salmaq qaydalarını atacağım və yaxud da bundan əvvəlki dərslərdə atmış olacağım. Böyük ehtimal növbəti dərs olacaq. Belə deyim, uzun şəkildə izah edəcəm. Necə yadda saxlanılır, yaddaş ünvanı necə dəyişdirilir, bu kimi əsas məlumatlar. Yadda saxlamaq butonudur. Bir addım geri əmridir, bir addım irəli əmridir və burada baxın bir ox işarəsi var. Show below the ribbon yazılan yerə giririk. Yəni ribbon tənzimləmələrini göstər adlı əmri açırıq. Biz bu paneli açdıqda panelin yeri dəyişir. Yəni istəsək buradakı paneli vərəqin başına, istəsək də sonuna əlavə edə bilirik. Bir də burada more commands adlı bir əmr var. Bu əmri basdıqda gördüyünüz bu əmrlər var. Bunların sayını artırıb azalda bilirik. Həmin sahəyə gəlir, hansı əmri istəyirsiniz, buradan seçirsiniz.
Məsələn, fərz eləyək ki, mail butonunu istəyirəm, ədə basıram, keçir bu tərəfə, gəlir əlavə olunur ora. Sadəcə mən onlara düşməyini istəmirəm. Bunu siz özünüz üçün tənzimləyə bilərsiniz. Düşürük sol aşağı. Sol aşağı düşdükdə bizə əvvəlcə məlumat verir sənədimizdən. Bizim sənədimizdə deyir var bir səhifə. Mən səhifə sayını hal-hazırda artıracağam. Gəlirik başa. Sol aşağı düşüncə baxın. Bilirəm, biraz kiçik görsənir, amma məncə aydın görünür. Page 1 of 15 yazılır. 15 ədəd Word sənədinizdə vərəq var və siz birincdəsiz demək istəyir. Birdəsiz 15 dənədən. Yəni, belə kimi bir cümlə qurur sizə. Daha sonra sizin yazdığınız sözlərin sayını göstərir. Baxın, hal-hazırda 11 səhifəmiz olsa belə sadəcə 4 söz yazmışıq. Bu səbəbdən bura sadəcə 4 düşür. Bunları gəlin biraz kopyalayaq. Say artsın. Artıq 24-ə qalxdı. Biz artırdıqca daha da artır 52-yə qalxdı. Yəni, Word sənədində yazılan sözləri göstərir. Elə eyni məlumat üzərində də sizə başqa bir məlumat göstərək. Baxın, bir söz yazmışıq, Word dərsləridir adlı. Bu sözlərin hər birinin altına qırmızı, daha doğrusu, qırmızı qırıq-qırıq xətlər düşür, dairəvi xətlər düşür. Bu xətlərin düşmək səbəbi yazılan sözün həmin dil ilə uyuşmamazlığıdır. Yəni deyir, mən ingilis dilindəyəm, bunu sizə Word deyir. Amma sənin yazdığın söz ingilis dilində deyil, ingilis dilində belə bir söz yoxdur demək istəyir. Ümumiyyətcə, hansı dildə yazı yazırsınız yazın, bu əmri həyata keçirin. Vərəqə girər-girməz, yəni Word proqramını açar-açılmaz. Ctrl-A basırsınız, yəni bütün sənəd seçilir. Sonra gəlirsiniz, bu gördüyünüz dil olan sol aşağıdan məlumatı seçib, Latın Azərbaycan dilinə çevirirsiniz. Latın seçməyimizin əsas səbəbi odur ki, Azərbaycanın Latın qrafikası artıq köhnəlmişlər sırasına daxildir deyə. Köhnəlmişlər sırasına daxil olduğu üçün sizə səhvlər gətirmir. Yəni, hansı sözü yazırsınız, yazın, istəyirsiniz bir sözdə 200 dənə ü hərfi yazın, sizə bir səhv, bir problem yaratmır. Çünki Latın qrafikası beynəlxalq sistem tərəfindən izlənilmir. Lakin ingilis dili və rus dili ilə izlənilir. Bunun da işarəsini elə buradan başa düşə bilərsiniz. Bu işarəyə baxın, ingilis və rus dilinin qabağında görürsünüz, ox işarəsi və üzərində ABC adlı söz yazılır. Bu beynəlxalq sistem deməkdir. Yəni, bunu belə başa düşür. Beynəlxalq sistem tərəfindən həmin dillər nəzərə alındığı, qorunduğu üçün həmin işarələr düşür. Biraz aşağı düşək dillərə baxın. İngilis dilinin bütün növləri, fransız dili, alman dili, başqa da hansı işarənin əvvəlinə ispan dili, daha doğrusu hansı dilin əvvəlinə həmin işarə düşürsə, o dillər beynəlxalq sistem tərəfindən qorunur deməkdir. Yəni, yoxlanılır. Azərbaycan Latın seçirik, yoxlanılmasın və bu qırmızı xətlər bizdən geçsin deyə. Məncə burada aydındır. Digər əmrlər sizə ehtiyac deyil, onları istifadə etmirik. Yazdığımız məlumat olduğu kimi qalsın. Başlayaq Word proqramının Home tabından. Əslində Word-də daxil olduqda sizi ilk qarşılayan tab fayl tabıdır. Sadəcə Word-dən anlayışınız olmadıqda fayl tabını izah etmək çox da məntiqli bir fikir deyil. Home tabını və yaxud da Insert tabını tam bitirdikdən sonra fayl tabına geri qayıdacaq. Orada məxfilik, yollama, ötürmə, yaddaş tənzimləmələri kimi funksiyalarımız var. Bunları biraz məlumatımız olduqdan sonra öyrənməyimiz daha məsləhətlidir. Burada məlumatımız durur, elə bunu istifadə edirik. Baxın, buradakı məlumatı silirəm. Hər hansısa bir cümlə yazmışam və yaxud da söz. Mən bunu vərəqin bir neçə yerində istifadə etmək istəyirəm. Bu halda nə edirəm? Həmin sözü ilkin olaraq seçirəm mouse-la. Bunu seçmək məcburiyyətindəyəm. Çünki proqram, Word proqramı sizin beyninizdəki məlumatı oxuya bilməz. Yəni, siz ona hansı sözü istədiyinizi, tələb etdiyinizi bildirmədən
sizin yerinizə həmin məlumatı seçə bilməz. Bu səbəbdən siz mouse-la seçərək Word-də hansı işi görəcəyini, yerinə yetirəcəyini başa salmalısınız. Buradan basırıq Ctrl+C-ni. Bunun üçün, baxın, burada copy əmri də var. Lakin siz istifadə edirsiniz Ctrl+C-ni. Mən hər zaman klaviatura tərəfdarıyam. Çünki kompüterdə iş gördükdə əsas işi sizin klaviaturanız görür, sizin əlləriniz klaviatura olur. Hər səfərində mausu götürüb yuxarı ekrana, sağa, sola, aşağı getmək sizi sadəcə vaxt baxımından geri salır. Bu səbəbdən mümkün qədərilə, yəni əlinizdən gələn qədərilə özünüzü məcbur edirsiniz, öyrənirsiniz. Gecə oxuyursunuz, gündüz oxuyursunuz, qısa yolları, yəni klaviatura qısa yollarını öyrənirsiniz. Hansı əmir, hansı qısa yolla işləyir, onları öyrənirsiniz. Ki, sizin zaman baxımından irəli alsın və mən buna fikir verirəm. Yəni, dərsdə biri klaviaturadan basır, biri gedir ekranın kənarından götürür. Təbii ki, məndən ötəri bunlar rol oynayır. Və əmin olun ki, getdiyiniz iş yerində də bu onlardan ötəri rol oynayacaq. Əsasən də həmin yer kompüter üzərində işlənirsə. Copy əmrini basa bilərsiniz və klaviaturadan Ctrl+C basa bilərsiniz. Ctrl+C-ni basdıqda bizim izah üçün bir dənə bura girək. Sizin yaddaşınızda baxın, bir dənə qutunuz var. Bu sahənin adı gedir mübadilə buferi. Mübadilə buferi. Çox da sərgəli yazmaq bizə maraqlı deyildi. Siz hansısa məlumatı burada yazırsınız. Bu məlumatı Ctrl+C-yə basdıqda, bu məlumatı seçdiniz, klaviaturadan Ctrl+C-yə basırdı. Bu məlumat olduğu kimi mübadilə buferinə düşür. Siz Ctrl+V basdıqda eyni bu məlumatlar mübadilə buferində olduğu üçün Ctrl+V vasitəsilə eyni şəkildə, eyni məlumat kənara gətirilir. Yəni, sizin mousunuzun durduğu yerə gətirilir. Mübadilə buferi sizin keş yaddaşınızda sırf bu işə baxan sahədir. Əgər sorsan olsa mübadilə buferi nədir? Keş yaddaşdır. Amma keş yaddaşın, belə deyək, kompüterdə 3 növü var. Mübadilə buferi o 3 növdən biridir. Amma ad olaraq mübadilə buferi özü bir keş yaddaşdır. Bunu nəzərdə saxlayın. Əgər ki, yenə vurğulayırıq bunu, magistraturaya iş verəcək olan yoldaşlarınız varsa, dediyim bu terminləri cüzdə olaraq yadda saxlayın. Çünki bunlardan suallar düşə bilər. Yəni ki, videolarda keçdiyimiz, dərsdə zəhlədiyimiz terminləri, ciddi cümlələri qəbul eləsəz, 5-6 dənə yaza bilərsiniz. Hələ ki, indiyənə qədər keçdiklərimiz əsasında. Ctrl+V basdıqda həmin məlumat olduğu kimi, belə deyək, sizin istədiyiniz yerə gəlir. Ctrl+V-yə basdıqda dedik məlumat gəlir. Bura basdıqda sizin Ctrl+C ilə götürdüyünüz məlumat həmin panelə gəlir. Mən bu məlumatı kopyaladım, oldu 4 dənə, peşman oldum. Artıq, belə deyək, bunu istəmirəm. 4 dənə yazdım, amma görürəm ki, artıq ekranda yazı çoxdur, bunu yazmalı deyildim. Bu halda Ctrl+Z basıram. Buranı bir dənə təmizləyək. Ctrl+Z-in nə iş gördüyünü bilmək üçün. Baxın, hər hansısa bir yazını yazdınız. Və yaxud da hər hansısa bir qutunu rənglədiniz. Yəni, bunu Word edirsiniz. Siz klaviaturadan Ctrl+Z basdıqda sizin bu rənglədiyiniz silinmir. Sizin bu yazdığınız isə heç silinmir. Sadəcə Ctrl+Z knopkası sizi bir addım geri aparır. Bu səbəbdə siz oradan A hərfini basıb Ctrl+Z-ni basdıqda elə bilirsiniz ki, belə deyək, orada A hərfi silindi. Xeyr, orada A hərfi falan silinmir. Sadəcə ən son olaraq siz A hərfi yazıbsınız deyə, məni bir addım geri apar dedikdə, o A hərfi oradan gedir. Çünki bu zaman baxımından əvvəlcədən həyata keçirilib. Yəni, Word-də hər hansı bir iş görərkən bir xəta elədiniz, bir peşman oldunuz. Bu halda Ctrl+Z-i və ya bu işarəni istifadə edə bilərsiniz. Bəs sildiyimə peşman olsam, yəni, geri qayıtdığıma sözü kopyalamışdım, 4 dənə idi. Z ilə arxaya getdim, onları, belə deyim, itirdim. Amma artıq onlara ehtiyacım olduğunu gördüm. Əgər ki, Ctrl+Z-dən sonra başqa bir iş görməyibsizsə, bu halda bu funksiya işləyir. Bu funksiyamızın adı Ctrl+Y, yəni Y-dir. Ctrl+Y-ni basdıqda, baxın, Ctrl+Y-dan sonra hər hansısa bir
iş, daha doğrusu Ctrl Z-dən sonra hər hansısa bir işi həyata keçirmişik deyə işləmir. Bəs hansı halda işləyir? Yəni buna da baxaq. Bu məlumatı kopyaladım, yapışdırdım. Yazıldı mı ekrana? Yazıldı. Ctrl Z basıram. Deyirəm ki, peşman oldum. Yəni o məlumatları geri istəyirəm. Bu halda Ctrl Y basıram. Yəni bu əmri həmin məlumatlar gəlir. Yəni Ctrl Y sizi bir addım irəli aparır. Əgər siz Ctrl Z-i basdıqdan sonra Word-də başqa bir iş həyata keçirdisə, o artıq işləmir. Çünki belə deyək, o sizi, baxın yenə deyirəm, yazdığınızı silib, sildiyinizi geri qaytarmır. Yazdığınızı Ctrl Z silib, Ctrl Y isə yazdığınızı geri qaytarıb yaza bilmir. Bunun funksiyası bu deyil. Siz bunu bir addım geri getdiniz, sildiniz. Sadəcə siz Ctrl Y basdıqda onu bir addım sizi irəli gətirir. Əgər o andan sonra hər hansı bir yerə klik etsəz, artıq siz belə deyim, Ctrl Z knopkası, yəni kompüterin yaddaşında son əməliyyat olaraq sətrin sonuna kursoru yerləşdirmək qalır. Bu səbəbdən də nə qədər Ctrl Y bassaz heç bir proses həyata keçirilmir. Aydındır? Məncə aydındır. Bu məlumatları seçirəm. Artıq mənə lazım olmadığını düşünürəm. Baxın, burada bir əmriniz var. Adı cut olaraq adlandırılır, yəni kəsmək olaraq. Silmək, kəsmək olaraq adlandıra bilərik. O butona basa bilirsiniz. Klaviaturadan Ctrl-X basa bilirsiniz. Klaviaturadan Backspace basa bilirsiniz. Klaviaturadan Delete basa bilirsiniz. Bu 4 əmir sizin ekrandakı məlumatları silməyinizə şərait yaradır. Format Painter-i belə deyim, bir müddət saxlayırıq. Onu hələ başa düşməyiniz üçün bəzi dərsləri keçməliyik. Yenidən başladıq. Hər hansısa bir sözü yazaq və yenə eyni cümləni yazaq. Bir dənə cümlə yazdıq. Bu məlumatları yaxınlaşdırıram, sizin rahat görə bilməyiniz üçün. Baxın, kompüterə daxil olmuşuq, Word proqramındayıq. Sizin yazdığınız məlumatlar Corbel və yaxud da Calibri adlı shift ilə yazılır. Shift yazının belə deyək, bəzəyi kimi deyə bilərik. Yəni yazının yazılma algoritmasıdır. Görünüş panelidir. Sizə gəlir Calibri və Corbeldən. Dərsdə də demişik ki, Calibrini istifadə etməyinizi məsləhət görmürəm, tövsiyə də eləmirəm, icazə də vermirəm. Calibrinin istifadə sahəsi internet brauzerləridir. İnternetə girirsiniz, Google, YouTube, Chrome, yəni istənilən brauzerdə olan məlumatların hər birinin tipi Calibri olaraq adlandırılıbdır. O sinif, o qrupa Calibrini istifadə edir. Siz də yazdığınız sənətdə, ərizədə, mühazirədə, kitabda Calibri istifadə etsəz, hansısa bir quruma aparsaz, qurum tərəfindən həmin sənədiniz oğurluqmuş kimi adlandırıla bilər, xitam ala bilərsiniz. Niyə belə bir şey eləyirlər deyə sual versəz, bu da onların qoyduğu bir qaydadır. Yəni əlimizdən gələ biləcək bir proses yoxdur. Bu qanun olaraq icra olunubdur. Calibri internet brauzerlərinindir və siz Calibri tipini istifadə etməməlisiniz. Bəs nəyi istifadə etməliyik? İstifadə edirsiniz Times New Romanı. Məlumatı seçirik. Onu çeviririk Times New Roman'a. Baxın, Corbel tipi arasında Calibri tipi arasındakı fərqə baxın. Məncə aydın olaraq görünə bilir. Bir daha demişik, istifadə edə bilərsiniz Arial'ı. Sadəcə artıq Times New Roman çıxdığı üçün Arial shifti çox da nəzərə alınmır. Çünki Times New Romanla Arial shifti arasındakı fərqə baxsaz, Times New Roman normal yazı shiftini oxşuyur, kitab oxunma shiftini. Lakin Arial'ın bir qaraltısı var. Bu səbəbdən də biz sənədlərin hamısında istifadə edəcəyik Times New Romanı. Sənəd sizindirsə, istədiyinizin hər birini. Burada 290-a yaxın shift var. Mən bunları tək-tək götürüb izah edəcək və izah edərək vaxt itirə bilmərik. Nə siz, nə də mən. Bu səbəbdən siz
belə deyim, boş olduqda istədiyiniz vaxt girib bunları özünüz üçün olan tipləri istifadə edə bilərsiniz. Girin, axtarış eləyin, belə deyim, baxın, öyrənin, araşdırın və s. Mən qayda olaraq deyirəm, bizim sənədlərdə istifadə edəcəyimiz tip Times New Roman tipidir və bu hər zaman belə qalacaq və artıq dərsdə bunu öyrəndiyiniz üçün bütün tapşırıqlarda bunu həyata keçirməlisiniz. Word proqramında işlədiyiniz bütün işlər Times New Roman tipində olmalıdır. Şifrlər haqqında bu qədər. Artıq gəlirik size-a, yəni ölçüyə. Font size-a girdikdə sizi müəyyən ölçülər qarşılayır. Biz istifadə edirik 14, 12 və 16. Amma 90% ehtimalından 14. Yazdığımız sənədin həcminə baxırıq. Əgər yazılan sənəd 14 şriftdə olduqda bir səhifəyə sığırsa, 14 səhifə olaraq qalır. Xeyr, 14 olduqda 1-2 sətr aşağı düşürsə, yəni digər vərəqə keçirsə, sənəd səhifəyə yerləşsin deyə onu 12-yə sala bilərik. Əgər sənəd çox böyükdürsə, 16-da yaza bilərik. Yəni, məsələn, sənəd sadəcə 2 cümləlikdirsə, 3 cümləliksə bir ərizədir, iş icazəsidir. Bu halda 16-da istifadə oluna bilər. 16-nı amma hər saat istifadə etməyəcəyik. İstifadə edirik 14-ü, sənəd çatmadıqda 12-ni. Və yaxud da sənəd uzun olarsa 12-ni. Əgər cədvəl daxilində hər hansısa bir məlumat yazırıqsa, cədvəl daxilindəki məlumat 12 və yaxud da 10 ilə olur. Daha çox 10, yəni shift olaraq 10 ölçüsündə olur. Bunu yadınızda saxlayın. Onun yanında, yəni font size-in yanında 2 buton var. Artırma və azaltma. Artırma və azaltma necə işləyir? Bizim burada yerləşən ölçülərimiz var. Bunlarla işləyir. Yəni siz 14-də artırma basdıqsa bu 17 olmur, 18 olur. 18-dən sonrası 20 olmur. Daha doğrusu 18-dən sonra 20 olduğu üçün 20 olur. 28-dən sonra məsələn 30 olmur. Yəni bu standart olaraq 2-2, 3-3, 5-5 artmır. Buradakı algoritma hansı düzülüşdə düzülübsə onunla artır, digəri ilə azalır. Lakin bu demək deyil ki, burada olmayan şifrlər kompüterdə mövcud deyil. Məsələn, baxırıq 32 yoxdur, lakin var. Siz klaviaturadan həmin sahəyə 32 yazdıqda şifriniz 12 olaraq dəyişdirilir. Sadəcə burada ekranda ən çox seçilən və istifadə olunan ölçülər yerləşir. Klaviaturadan özünüz də yazıb daxil edə bilərsiniz. Bir vahid böyütmə və bir vahid kiçiltmə də bu cür işləyir. Bir cümlə yazmışıq, gələk bu tənzimləməyə. Bu tənzimləməyə gəldikdə belə bir əmrimiz var. Sentence case olaraq adlanır. Yəni biz hərfləri necə yazmışıqsa o şəkildə də qalsın. Daha sonra lowercase adlı bir əmr var. Biz bunu basdıqda baxın, cümlədə salam sözünün sadəcə sığısı böyüklədir. Qalanları kiçik hərflə olduğu üçün və bu əmr yazılan bütün məlumatı kiçiklə yazdığı üçün biz bunu basdıqda cümlədəki bütün hərflər kiçilir. Daha sonra gəlir uppercase. Yazılışından da görmək olur. Siz bunu basdıqda bütün hərflər böyür. Baxın, basıram birincini, cümləni necə yazmışıq o şəkilə qayıtsın. Sonra gəlirik 4-cü üsula. Bunda nə olur? Yazdığınız bütün sözlərin sadəcə ilk hərfləri böyür, digərləri kiçik olaraq qalxır. Sonuncu üsulda isə əksinə. Siz bunu basırsınız. Birinci hərflər kiçilir, digərləri isə böyür. Yəni bu sizin belə deyim, əl çatanlığınızdır. Məsələn, ola bilər ki, hər hansısa bir qurum adı yazmaq istəyirsiniz, kiçiklə yazıb unudubsuz, onu silib təzədən yazmırıq. Məlumatı seçirik, sadəcə böyüdəyirik. Və yaxud da yazı yazarkən caps lock açıq qalıb, unudubsuz, ağlınızdan çıxıb, həmin sahəni seçirik, kiçiklə yazılı deyirik. Yəni bu sizin sürətinizdir. Silgi işarəsi. Silgi işarəsi necə işləyir? Gəlin buna bir dənə baxaq. Bunları zaten sonra izah edəcəm. Narahat olmayın. Sadəcə silgi işarəsini deyək, sonra yenidən qayıdaq. Baxın, burada bir məlumat seçdim. Birinci cümləni. Gəlib silgi işarəsinə basıram. Mən silgi işarəsini basdıqda cümlənin altına düşən qırmızı xətlər bərpa olur. Shift 11-ə düşür. Ölçü 11-ə düşür. Shift Times New Romandan silinərək belə deyək, kobila qayıdıb düşür. Və sizdə isə bu kalibrəyə qayıdıb düşəcək. Yəni Word-ə girdikdə sanki cümlə yazılmış kimi göstərir. Sanki heç bir dəyişiklik olunmuyor. Elə Word proqramı açılıb başlanıb cümlə yazılmağa. Yəni sıfır halına qaytarır.
Gəlin bunu qaytardıq. Elə bu cümlə üzərində yəni isə bir məlumat göstərim. Burada format painterimiz var idi. Demişdim bir neçə dəqiqə sonra yenidən baxacağıq. Format painter əmrini seçirsiniz. Gəlib bəzəkli olan cümləmizi seçirik. O artıq bunun yaddaşındadır. Yenə knopkanı basırıq. Gəlib digər, belə deyək, stili olmayan, yəni sıfır halında olan cümləmizi seçdikdə bizim o görünüşü, dizaynı hazırlanmış cümlənin eyni tənzimləmələri digər məlumatlara da əks olunur. Tərsini yaddaşa saldıq. Bir saniyə, kompüter dondu. Bir dənə escape verək. Mübadilə buferi təmizlənsin. Funksiya yenidən işə düşsün. Bir saniyə o gözləsin. Biz vaxtımızdan itirməyək. Gəlirik burada salam sözünə. Biz salam sözünə gəlib buradan bold əmrini verə bilirik. Biz bold əmrini verdikdə həmin məlumat baxın qalınlaşır. Bir də salam sözündə yoxlayaq. Bunları yaxınlaşdıraq. Normal shift belədir. Salam sözü isə belə çevrilir. Yenə salam sözünə gələk. İtalik əmrini verək. İtalik əmrini verdikdə sözlər arasında müqayisəyə baxın. Bu yazdığımız söz normal olaraq durur. Salam sözü artıq sağa meyilli olaraq hərəkət olunur. Yenə salam sözünə gəlirik. Buradan U əmrimiz var. U əmrini, yəni mətn altı xətt əmrini seçdikdə mətnin altına xətt düşür. Lakin bu xəttin növlərini seçə bilirik. Baxın, qırıq-qırıq xətt ola bilir, trellər ola bilir, xətt nöqtə xətt ola bilir, dairəli, belə deyək, qırıq-qırıq ola bilir. Bunu məncə cümlə üzvlərini bilənlər bilə bilər. Təyin, tamamlıq, zərf, mübtədə, xəbər kimi məlumatları hazırlayarkən istifadə edirlər. Sadəcə zərf, yəni həm xətt, həm də qırıq-qırıq xətlərdən ibarət olduğu üçün burada mövcud deyil. Normal halda ola bilər ki, Amerikada o şəkildə istifadə olunmur. Lakin digərləri demək olar ki, var. Onu da artıq yaradırsınız siz. Hər ikisini eyni anda istifadə edərək. Altdan xətti silirik. Daha sonra buradan ABS adlı bir əmriniz var. Biz bunu basdıqda məlumatın üzərindən xətt çəkir. Bir dənə baxaq, mübadilə buferimiz təmizləndi mi? Təmizləndi. Bu halı zaten gördünüz. Real olaraq izah edirəm. Baxın, məlumatımız bəzəklidir, hazırdır, tipi var, shifti var, rəngi var, quruluşu mövcuddur. Latın dilinə çevrilib və altında qırmızı xətlər yoxdur. Birinci cümlə isə tam əksinə, Word-də necə yazılıb o şəkildədir, yəni ilkin haldadır. Mən bu məlumatı seçirəm. Hazır, belə deyək, bəzəkli dizaynlı məlumatı seçirik, format painterə basırıq. Həmin tip götürülür. Sonra təmizdə olan, yəni tənzimləməsi olmayan cümləni seçdikdə aşağıdakı əmrlərin eynisi yuxarıdakı cümlələrdə qayıdır. Deyə bilərsiniz, aşağıdakı salam sözü balacadır, yuxarıdakı böyükdür. Xeyr, bunlar arasında heç bir fərq yoxdur. O, belə deyək, format painter sadəcə dizaynı gətirir cümlələrə. Cümlələri dəyişmir. Bu Ctrl-C və ya Ctrl-V əmri deyil. Kopyalamaq, yapışdırmaq əmri deyil. Bəzəyi, yəni sadəcə rəngi kopyalamaqdır. Belə adlandıra bilərik. Bunun da qısa yolu var. İstəsəz qısa yola da əlinizi öyrəşdirə bilərsiniz. Bütün əmrlərin qısa yolunu üzərində durub gözləyərək görə bilərsiniz. Məsələn, boltun üzərində dururuq, baxın, Ctrl-B deyir. Ctrl-B basdıqda klaviaturadan sizə qısa yol verir. İndi düşürük, bura yazırıq. H yazıram. Baxın, X ayağında 2 əmrini götürürəm. 2 daxil edirəm. Əmri söndürüb O daxil edirəm. Sizə bir dənə su formulu yazdıq. A yazıram. X üzərində 2, yəni üstündə, üzərində yazmaq əmrini seçirəm. 2 daxil edirəm. Əmrini söndürürəm. Plus B. Yenə əmri aktivləşdirib 2 basıram. Sizə bir riyazi məlumat yazmış olurum. Deyə bilərsiniz, yəni, nə işə yarayır? Birinci əmrimiz X ayağındakı indeksində məlumat yazmağa, X üzərində 2 isə qüvvətində məlumat yazmağa xidmət edir. Riyaziyyatda da istifadə edə bilirik, buradan da istifadə edə bilərik. Riyaziyyatı insertin sonunda zaten keçəcəyik. Formula tabını azdan çoxdan da məncə məlumatınız var. Həmin sahədə də
belə deyək, yarada bilirik. Burada da yarada bilirik. Əgər yazdığımız layihənin hamısı riyaziyyatdırsa, bu halda bu funksiyanı istifadə edə bilmirik. Bunu insertdə formulaları getsə daha ətraflı öyrədəcəm. Yenə də deyirəm, yəni siz A plus B-ni buradan yaza bilərsiniz, amma 5 məsələn üzəri 2 plus indi burada başlayır. Məsələn, kök altında 6 yazmağa çalışsaq, klaviaturada kök altı işarəsi yoxdur. Fərz edək ki, onun yerinə mən V-ni yazdım. Bunu müvəqqəti sizə göstərmək üçün göstərirəm. V6 yazıb plus 6 yazıldı. Aha. Üzərinə 2 yaza bilmirəm. Bu doğru çıxmır, funksiya bunu qəbul etmir. Çünki riyaziyyat funksiyasından belə deyim, ayaqlaşmır. Bu səbəbdən bunlar arasındakı fərqi yadda saxlayaq. Əgər sırf riyaziyyata aid bir layihə, bir məlumat yazırıqsa, bu paneli deyil, formula panelini istifadə edəcəyik. Bu da bir qaydamız olsun. Məlumatı seçirik. Baxın, burada Word Style adlandırdığımız bir panel var. Biz bunu dərs müddətində demək olar ki, heç zaman istifadə etməyəcəyik. Amma mən yenə məsləhət olaraq sizə tövsiyə edirəm. Evdə özünüz bunları araşdırıb baxa bilərsiniz. Bunlar Word tərəfindən sizə verilən hazır şablonlardır. Hərflərin, rənglərin bəzəkləridir. Qara arxası qırmızı ola bilərəm deyir, sarı daxilim şəffaf ola bilərəm deyir, arxa fonum narıncı, daxilim ağ rəngi ola bilər deyir, kölgəli qırmızı ola bilərəm deyir. Yəni sizə istənilən belə deyim, rəngi çevrilə bilərəm deyir. Mən bu modeli seçdim. Ağ sarı elədim. Baxın, deyir istəsən hal-hazırda sarıyam, kənardakı rənglər. İstəsən deyir dəyişə bilərik. Məsələn deyir göy rəng eləyə bilərsən. Mən deyirəm istəmirəm. Şihadov əmri kölgə deməkdir. Yazılar yazılıb, mən seçirəm aşağı kölgə. Arxaya, sağa, sola, yəni belə tip olaraq bəzəklərdir. Reflection cüzcü effektidir, yəni yansıma. Baxın, hansı birinin üzərinə gəlirəm göstərmək üçün. Baxın, yazdığımız sözün aşağı sahəsinə buraya kölgə effekti düşür. Glov işıqlandırma deməkdir, məlumatın arxasına işıq gəlməsidir. Məsələn, seçilirmi? Rəng olaraq biraz narahat seçilir. Aha. Baxın, PowerPoint-in arxasını qırmızı rənglə elədik. İndi proqramında başqa bir stilə salaq. İşıqlandırma mövzudur. Yazı stilləri adlı bir algoritma var. Bunları çox istifadə etməyəsiniz, çünki bunların işi PowerPoint-dədir. Yəni burada deyil. Bunlar dediyimiz kimi yenə işin əyləncə və dizayn tərəfidir. Bunları siz özünüz üçün araşdırıb öyrənirsiniz, nəyin nə iş gördüyünü. Bizim bunları tək-tək baxacaq qədər zamanımız çox deyil. Çünki bitirməli olduğumuz 4 proqram var. Yenə deyirəm, bunu lap başda da demişəm videomuzun. Mənim sizə öyrətdiyim qaydalarda söhbət işgüzarlıqdan gedir. Yəni işgüzar rəsmi üslubdadır. Yəni qaydalardandır. Yəni söhbət dövlət qurumlarından, iş yerlərindən, kompüter əmrlərindən, sizə qoyduğu qanunlardan gedir. Qalanları sizin belə deyim, dizayn, bəzəkli sahələriniz sizin özünüz üçün. Yəni mən nəyi baxın, araşdırın deyiləmsə, deməli bu sizə ehtiyac olmayacaq. Olan şeyi əlbəttə ki, vurğulayacağım ki, məsələn, bunu mütləq öyrənməlisiniz, məcbursuz, mən də tələb edəcəm klaviatura qısa yolları kimi. Lakin sizə bunları tələb edəcəm, soracağam deyə belə bir şey demirəm. Amma yerinin harda olduğunu mütləq və mütləq bilməlisiniz. İçində hansı rənglər olduğunu heç kəs sizdən soruşmayacaq. Amma mən sizdən hansı hərfəsə kölgə verməyinizi istəyirəm desəm, siz onun Word Art'dan tapıldığını bilməlisiniz, əmin olmalısınız. Word sözdən gəlib, buradan marker, yəni highlighter əmrini seçirəm. Mən seçidə baxın, söz olduğu rəngində qalır, arxası rənglərir. Proqramıdır sözünü seçirəm, bəyək qırmızı seçmişdim. İndi onu edirəm göy rəng. Və aşağıdakı cümləyə gəlib, buradan vedra işarəsini seçirəm. Onu da edirəm, nə rəngidək? Mavi rəngidək. Baxın, 3 dənə rəng ilə bağlı əmrimiz var. Biri marker effektidir. Söz olduğu rəngdə qalır. Sadəcə sözün həcmini tutan sahə rənglənir. Digəri hərflərin rənginin dəyişdirilməsidir. Digəri isə sətrin ümumən rənglənməsidir. Sətrin ümumən rənglənməsi. Həmin sətir boşda ola bilər.
dolu da ola bilər. Aha. Bu dərslik bu qədər. Belə deyək, növbəti dərsdə paraqraf butonundan davam edirik.